İmam Həsənlə İmam Hüseynin yeri Peyğəmbərin çiyni idi. Peyğəmbər onları çiynində otuzdururdu. Səcdiyə gedəndə İmam Hüseyn ağa çıxırdı çiyninə. Vəhiy mələyi nazil olurdu. Ya Rasulallah, səcdəni uzat. Uzat ki, qoy Hüseyn narahat olmasın. Qoy öz xoşuna düşsün. Sən tez qalxarsan, o narahat olar birdən. Hamili vəhiy yetib ərz edib ey xətmi Rəsul. Əmr edir xaliq-i aləm verəsən səcdənə tul. Düşsə kitfindən Hüseyn oğlun olur zaru məlul. O qədər səbr elə ta qəlbi onun xoşlar ola. Allah rəhmət eləsin raziyə. Həzrəti İmam Hüseyn əleyhissalamın Həzrəti Peyğəmbərin çiyninə çıxmasını belə vəsf eləyir ki, hamili vəhiy yetib ərz edib ey xətmi Rəsul. Əmr edir xaliq-i aləm verəsən səcdənə tul. Uzadasan səcdəvi. Düşsə kitfindən, çiynindən Hüseyn oğlun olur zaru məlul. O qədər səbr elə ta qəlbi onun xoşlar ola. İncidmə Hüseynin qəlbini ya Rasulallah. Uzat səcdəni, qoy orada otursun. Bəhbəh mənim balalarım, siz harda oturmusunuz? Peyğəmbərin, aləmdə elə bir adam var ki, ya Peyğəmbərin çiynində, kürəyində çıxıb otura. Adam dəhşətə gəlir ki, İmam Həsənlə İmam Hüseyn Peyğəmbərin çiynində. Bunu görən Həzrəti Əli bəhbəh söyləyir balalarına ki, balalarım, harda oturmusunuz siz? Dünyada adam harda oturursa otursun, hələ elə bir adam yoxdur ki, belə bir bahalı yerdə otursun. Peyğəmbərin çiynindən, sinəsindən, kürəyindən bahalı yer göstərə bilərsən mənə dünyada? Bax, belə yerdə oturub İmam Hüseyn əleyhissalam. Adamı bəzən gətirirlər, o böyük insanları böyük yerdə otuzdururlar. Peyğəmbərin çiynindən, sinəsindən böyük yer yoxdur ya. Bax, İmam Hüseyn ağa orada oturub, İmam Həsən ağa orada oturub.